Sözləri danışanlar çoxdur. Dini öyrənənlər də çoxdur. Amma onun sözləri təmiz su kimi içilirdi. Başqa bir şey yox idi. Bütün o sözlərə ürəyinin təmizliyini, gözəlliyini qatırdı və onlar çox etkili olurdu. Çox təsirli olurdu və mənim üçün bunun bir örneği idi, abidəsi idi ki, insan həqiqətən Allahı istəyirsə, Allah onun elminə belə bir bərəkət verə bilər. Təəssüf ki, ego da qarışır həmişə bu işlərə, yemək olmur. O elmi yemək olmur. Hacı Şahinin elmi çox belə tutumluydu. Hələ də insanlar onun videolarına baxırlar, sözlərini oxuyurlar, ömürlərini bunun üzərində qururlar və Allah da onun elminə böyük bir bərəkət vermişdi. O bərəkətin bir boyutunu aşıb daşan insan selində onun dəfni günü görə bilərdiniz və bugünə qədər də məzarının yolundakı çiçəklərlə bunu təsbit edə bilərsiniz. İkinci vurğulamaq istədiyim məqam o idi ki, əksər din xadimlərindən fərqli olaraq o zəmanəsinin dilində danışırdı zəmanəsi ilə. Çox dərin intellektual idi, ədəbiyyatı yaxşı bilirdi, fəlsəfəni, incəsənəti. İndi həmişə bunlardan danışmasa da, sözlərində o bilgilər arxa planda hiss olunurdu və müasir adamlar onu yaxşı qavrayırdılar. Dindən danışan hər hansı bir adama həmən deyirlər ki, sən o təsirlərdən gəlmişsən, o təsirlərin hikmətlərini danışırsan. Hacı Şahin qədimliyi və müasirliyi çox gözəl şəkildə öz şəxsiyyətində təmsil edə bilmişdi. Allah rəhmət eləsin bir daha.